Axşamınız xeyir olsun müəllimlər. Bizim indiki mövzumuz, izahımız olacaqdır. 9-cu sinifin 5-ci mövzusu oduncaq səthinin bəzədilmə texnologiyası. İndi baxırıq. Bax, deyir ki, məişət və bağ işlərində oduncaqdan çox istifadə olunur. Biz bilirik ki, ümumiyyətlə, yəni bütün evimizdə, hər yerində, yəni hara baxsaq oduncaqla görə bilərik də biz. Yəni bundan çox istifadə olunur. Lakin o öz təbii görünüşündə oduncaq məmulatları ətrafdakı mebel və əşyalarla vəhdətdə gözəl görünmür. Təbii görünüşü, yəni ki, rəngi dəyişir də, təbii görünüşü o qədər də yaxşı görünmür. Hidroskopik olduğu üçün, yəni nəm çəkən olduğu üçün öz rəngini və rütubətliliyini dəyişir. Bunun üçün də nə etmək lazımdır? Onun üzərində bəzəmə işləri aparmaq lazımdır. Bəzəmə işlərini yəni düzgün yerinə yetirsək, o dekorativ görünüşə malik olar. İndi baxaq görək ki, oduncaq səthinin bəzədilmə texnologiyası nələrdən ibarətdir? Bax, bəzəmə deyəndə, baxın, burada görürük. Burada nədir? Baxarat məmulatları üçün oduncaq şəffaf, qeyri-şəffaf, oxşatma və məxsusi bəzəmə üsulları ilə bəzədilir. Xarrat məmulatları da bilirik ki, taxtadan olanlardır. Şəffaf oldu, qeyri-şəffaf oldu, oxşatma oldu, bir də məxsusi bəzəmə üsulları. İndi başlayaq oduncağın şəffaf bəzədilməsindən. Deməli, şəffaf bəzətmədə onun səthinə rəngsiz və ya rənglənmiş şəffaf bəzəmə materialının çəkilməsidir. Deməli, o da ki, oduncağın, yəni ki, onun üzərində yaranan o təbəqə, oduncağın teksturasını, yəni üzərində olan xəttləri itməyə qoymur da, görsənir o şəffaf bəzəmənin altından. Teksturanı saxlayır, biraz daha çox biruzə verir, yəni daha qabarıq formada görünür o xəttlər. Şəffaf bəzəmədən əvvəl nə etmək lazımdır? Oduncağı bəzəməyə hazırlamaq lazımdır. Bu bəzəməyə hazırlama özü də bir neçə əməliyyat icra olunur da bəzəməyə hazırlayan zaman. Bax, bəzəməsi desək, oduncaq məmulatlarının bəzədilirdisə, şəffaf oldu, qeyri-şəffaf oldu, oxşatma oldu, bir də məxsusi oldu. Amma ki, şəffaf bəzəmədən əvvəl, bəzənməzdən öncə hansı əməliyyatlar icra olunurdisə oduncağın üzərində, onda yadımızda saxlayırıq. Təmizləmə, cilalama, bir də ağac xovunun təmizlənməsi. Deməli, bəzəmədən öncə, o şəffaf bəzəmədən öncə oduncaq üzərində görülən əməliyyatlardır. 3 dənə əməliyyat oldu. Təmizləmə, cilalama, bir də ağac xovunun təmizlənməsi. İndi baxaq. Bax, təmizləmə əməliyyatı bizim bu birinci əməliyyatımız nə oldu? Bu təmizləmə. Nəyin köməyi ilə həyata keçirilir? Kiçik gövdəli rəndə ilə yerinə yetirilir. Bax, bu kiçik gövdəli rənd, biz təmizləmə deyəndə düşünərdik ki, 5-ci sinifdə biz təmizləmə alətləri nələri keçmişdik? Törpü idi, suvandı idi, yeyə idi. Düzdür? Yeyə idi. Amma burada təmizləməyə nə veribdi? Veribdi ki, kiçik gövdəli rəndə vasitəsilə. Bax, 5-ci sinifdə biz rəndə haqqında demişdik ki, yonucu alətlərin 3 növü var. Düzdür? Hansı idi? Fuqan idi, şerxibel idi, bir də rəndənin özü idi. Deyirdik ki, şerxibel Alman mənşəli sözdür, ağzı yarım dairədir. Bir də kobud yonma işlərində şerxibeldən istifadə olunurdu. Fuqan da deyirdik ki, uzun rəndədir. Yəni, böyük səthləri yonmaq üçün fuqandan istifadə olunur. Amma rəndədə nə deyirdi? Rəndədə deyirdi ki, son təmizləmə, hamarlama işlərini rəndə vasitəsilə edirdik. Ona görə də deyir ki, burada bax, yəni bizim bu mərhələlərdə, deməli, şəffaf bəzəməyə hazırlamamışdan əvvəl olan mərhələlər nə idi? Təmizləmə idi, cilalama idi, ağac xovunun təmizlənməsi. Deməli, bax, bu təmizləmə mərhələsində cilalamadan getmir söhbət. Kiçik gövdəli rəndədən istifadə edirdik. Biz də dedik ki, rəndə nəyə xidmət edirdi? Son təmizləmə, hamarlama işlərini icra eləyirdi. Ona görə, yəni ki, burada dedik ki, kiçik gövdəli rəndə ilə yerinə yetirilir. Bunun üçün də nə edirlər? Rəndənin bıçağı əvvəlcədən yonulur və bilov daşında itilənir.
itilənir. Sonra nə olur? Əgər təmizləmədən sonra oduncağın səthində qüsur olarsa, yəni rəndə ilə təmizlədik, təmizləyəndən sonra yenə görürük ki, oduncağın səthində nə var? Qüsur var. Qüsur da nə ola bilər? Məsəl üçün kiçik budaq qırıntısı qala bilər və yaxud qətran ayırmaları, yəni olur deşiklər falan olur oduncağın üstlərində, xırda deşiklər. Bu zaman nə edirik? O qara qura yerlər. Onları kəsirik və oduncağın özündən, yəni ki, oduncağın bir hissəsindən ora calaq eləyirik. Deməli, təmizlədik, rəndə vasitəsilə təmizlədik. Baxdıq ki, yenə də oduncağın səthində qüsur var. Qüsur varsa nə edirik? Qüsur da nə ola bilər? Məsəl üçün, kiçik budaq qırığı ola bilər, qətran ayırmaları ola bilər, ayrılmaları. O qara qura balaca deşik kimi yerlər olar. Yəni, onlar da kəsilir. Ondan sonra oduncağın özündən nə edirik? Ora calaq salırıq. Deməli, qüsurlu yerlərin təmirindən sonra məmulatın səthi sumbata kağızı ilə nə edir? O kəsici alətlərin izi itənə qədər cilalanır. Deməli, rəndə ilə təmizlədik. Təmizləyəndən sonra baxdıq ki, hardasa qüsur var. O qüsurlu yerləri oduncağın özündən hissə götürərək calaq elədik. Calaq eləyəndən sonra təmizlədik. Təmizləyəndən sonra başlayırıq sumbata kağızı ilə nə etməyə? İri zərrəcikli sumbata kağızı ilə kəsici alətlərin izi itənə qədər cilalama işlərini aparmağa. Bax, cilalama mərhələsi də deməli 2 mərhələdən ibarət olur da. Əvvəlcə iri zərrəcikli, daha sonra isə onu əvəz edən xırda zərrəcikli sumbata kağızı ilə liflərin uzunu boyu yerinə yetirilir. Deməli, hamar səth almaq üçün liflərin uzunu boyu sumbata kağızı ilə cilalama işi aparırıq. Cilalama işində deməli təmizləmədən sonra cilalama əməliyyatını apardıq. Cilalamanı da aparan zaman liflərin uzunu boyu bu işi icra edirik. Deməli, təmizləmə işində nədən istifadə elədik? Kiçik gövdəli rəndədən. Kiçik gövdəli rəndəni də işə hazırlamaq üçün nə etdik? Əvvəlcə yonduq bıçağını, bülöv daşında itilədik. Daha sonra başladıq təmizləmə işini aparmağa. Təmizləmə işini apardıq. Bundan sonra təzədən diqqət yetiririk. Müşahidə edirik ki, görək, oduncağın səthində qüsur varmı? Qüsur da məsəl üçün nə ola bilər? Dedik ki, budaq və yaxud qətran ayrılmaları. Onda nə edirik? Əgər bu qüsurlar varsa, bunları kəsirik. Kəsəndən sonra oduncağın özündən ora calaq salırıq. Qüsurlu yerləri təmir elədik. Yonuldu, qüsurlu yerlər təmir oldu. Cilalama, ikinci mərhələyə başlayırıq. Cilalamanı da əvvəlcə o xəttlərin izi, rəndənin xəttləri düşür da yonduqca. O izlər itənə kimi cilalama iş aparırıq. Cilalamanı da deməli əvvəlcə iri zərrəcikli sumbata kağızı ilə, sonra isə xırda zərrəcikli sumbata kağızı ilə icra edirik. Bu sumbata kağızını da sürtüb təmizləyən zaman liflərin, oduncağın liflərinin, məsəl üçün belədirsə, belə-belə uzunu boyu, belə-belə başlayırıq nə etməyə? Cilalamağa. Deməli, keyfiyyətli cilalanmış səthdə necə olacaqdır? Təbii ki, hamar və təmiz görünüşə malik olacaqdır. Əllə də yoxlayanda o adi təzə mebel kimi, şüşə kimi olacaq da, ipək kimi olacaqdır. Deməli, keyfiyyətli cilalanmış səth tamamilə hamar olmalıdır, təmiz görünüşə malik olmalıdır, əllə də yoxlanan zaman ipək kimi olmalıdır. Sonra nə edirik? Cilalanmış səth lakla örtülməyə hələ hazır deyil. Belə ki, onun üzərində laylardan ayrılan kiçik liflər, yəni oduncaq xovları vardı. Bayaqlarında nə demişdik? Demişdik ki, şəffaf bəzəməmişdən əvvəl bir neçə əməliyyat icra olunur oduncağın üzərində. Təmizləməkdir, cilalamaydı, ağac xovunun təmizlənməsidir. Bax, təmizləməni kiçik rəndə ilə elədik, kiçik gövdəli rəndə ilə. Cilalamanı da iri zərrəcikli, xırda zərrəcikli sumbata kağızı ilə oduncağın liflərinin uzunu boyu apardıq. Ondan sonra gəldik, deməli, cilalanmış hissəni
ağac xovlarından təmizləmək. Ağac xovu da bir növ o paltarların üstə pürtük olur, ona bənzəyir. Yəni bu xovları da necə təmizləyirik? Xovları da deməli, laklama və parlaqlama zamanı xov qalxır və şəffaf lak təbəqəsini deformasiyaya uğradır. Yəni o pürtük kimi şeylərin üstündən rəng çəkən zaman o şəffaf qat nəyin o pürtüklərdən qopur düşür də pis olur. Xovları da nə ilə təmizləyirik? Xırda zərrəcikli sumbata kağızı ilə təmizləyirik təkrar bir də. Deməli, onu tam təmizləmək üçün cilalama əməliyyatı, bircə dəqiqə səhifəni dəyişək. Bax, tam xovların, o ağac xovlarını, yəni bəzəmədən öncəki 3-cü əməliyyat, ağac xovlarının tam təmizlənməsi üçün cilalama əməliyyatı deməli neçə dəfə icra olunur? 2-3 dəfə təkrarlanır. 2-3 dəfə. Əsaslı cilalamadan sonra məmulat oduncaq tozundan təmizlənir. Oduncaq tozundan da təmizləmək üçün deyir, bu əməliyyatı toz soğuranla yerinə yetirmək daha yaxşıdır. Yəni toz soğuranla təmizləsək, cilalamadan sonra oduncağın tozunu daha yaxşı effekt verər. Yəni ki, toz qırıntısı qalıb o lakın qopmasına səbəb olmaz da. Onunla təmizləsək daha yaxşıdır. Məsəl üçün, səhv eləmirəmsə, biz ankerlərin bərkidilməsində də orada toz soğurandan istifadə eləmiş, o dəliyi burğulayandan sonra. Sonra deyir ki, burada nə deyir? Oduncaq səthinin bəzədilməyə hazırlamasının başqa üsulu da deməli mövcuddur ki, bu üsul ağac qətranlama adlanır. Ağac qətranlama nədir? Qətran deməli oduncağı rəngləmək məqsədi ilə istifadə olunan qəhvəyi rəngdə qatı maddədir. Bəzi o vaxtlar olur, hər yan tünd karışnivi rəngdə polları, qaplara zada sürtürdülər. O qədər də yaxşı görsənmirdi o. Deməli, nə oldu? Deməli, qətran oduncağı rəngləmək məqsədi ilə istifadə olunan qəhvəyi rəngdə qatı mayedir. İndi baxaq. Bax, oduncağın səthinin bəzədilməsinin başqa üsulu da dedik ki, ağac qətranlamasıdır, adlanır. Bax, oduncağı qətranlamaq yuxarıda şərh edilən mükəmməl cilalamadan sonra yerinə yetirilir. Yəni ki, oduncaq təmizləndi, cilalandı, ağac xovu təzədən bir də cilalandı 2-3 dəfə. Ondan sonra nə edirik? Qətranlama işini icra eləyirik. Qətranlamanın da özünün də müəllimlər 2 növü var. Baxın, burada göstərilibdir. Su üçün olan, bir də su üçün olmayan. İndi baxaq görək, su üçün olan necə olur, su üçün olmayan qətran necə olur? Bax, su üçün olan qətran kifayət qədər az və böyük olmayan detallarda tətbiq olunur. Yəni, kiçik ölçülü detallarda su üçün olan qətrandan istifadə edirik. Amma su üçün olmayan qətranlarda isə su üçün olmayan qətranların tərkibində həll edici olur. Deməli, istənilən detallara tətbiq eləyə bilərik. Bax, su üçün olan qətran dedik ki, sadəcə böyük olmayan, kifayət qədər az olan, böyük olmayan detallara tətbiq olunur su üçün olan. Amma su üçün olmayanı, yəni su üçün olmayan tərkibində həll edici olan qətrandır. İstənilən detala bunu tətbiq eləyə bilərik, su üçün olmayanı. Deməli, beləliklə hazırlanmış oduncağa bolluca qətran hopdurulur. Ümumiyyətlə, kiçik detallar qətrana batırma üsulu ilə də qətranlana bilər. Yəni ki, o qətranın içinə salıb çıxarda da bilərik kiçik detalları. Qətrana batırma üsulu ilə də qətranlanır. Demişdik ki, kiçik detallar da hansı qətrandan istifadə olunurdu? Su üçün olan qətrandan. Sonra, lakin böyük taxta və ya paneli qətrana batırmaq mümkün olmadığından adi fırça vasitəsilə də, baxın, burada şəkildə göstərilibdir. Adi fırça vasitəsilə də onu yerinə yetirmək olar. Fırçadan da istifadə eləyə bilərik. Yəni ki, belə. Sonra, bax, qətran ağaca artıqlaması ilə çəkilir. Çalışmaq lazımdır ki, ağacın canına çoxlu qətran hopsun. Yəni ki, ağac özünə çəksin o qətranı. Tam qətranlansın. Bundan sonra nə edirik? Biraz qurumasına imkan yaradırıq. Birinci yaxşı hopdura qətranladıq. Sonra onu nə edirik? Quruması üçün imkan verdik.
Deməli, bu bəzəmənin ikinci vacib mərhələsi nə olacaqdır? Yuyulub təmizləmə mərhələsi başlayır. Birinci qətranladıq, qurumasına imkan yaratdıq. İkinci mərhələdə nə edirik? Yuyulub təmizləmə mərhələsi. Yuyulub təmizləmə mərhələsi necə aparılır? Deməli, bu zaman oduncaq liflərinin təsviri qəflətən bütün kəsiyi ilə üzə çıxır. Yəni qətranlanan zaman o təsvirlər üzə çıxır. Oduncaq daha da gözəlləşir. Yəni bax, burada görürsünüz, qətranlanan zaman bu xəttlər ki var, burada qətranlanan o təsvir daha üzə çıxır. Qətranlanan zaman daha da gözəlləşir. Bax, su üçün olmayan qətran çox miqdarda atistonun köməyi ilə yuyulur. Deməli, birinci mərhələdə qətranlama idi, sonra yuyulma mərhələsi idi. Deməli, yuyulma mərhələsində artıq nə edir? O oduncağın xəttləri daha kəskinliyi ilə üzə çıxır, gözəlləşir. Deməli, o yuyulma zamanı da nədən istifadə olunur? Su üçün olmayan qətrandan çox miqdarda atistonun köməyi ilə yuyulur. Deməli, bu zamanda sıx başlı və böyük fırçadan istifadə edilir. Deməli, yuma zamanı, qətranın yuyulması zamanı sıx başlıqlı böyük fırçalardan istifadə olunur. Artıq qətranı oduncağa yaymadan kənarlaşdırmaq üçün bu üsuldan istifadə edilir. Deməli, fırça içərisində atiston olan qaba batırılır və oduncaq oduncaq detal 20-30 dərəcə maili vəziyyətdə tutulur. Yəni, belə maili vəziyyətdə saxlayırıq 20-30 dərəcə. 20-30 dərəcə maili vəziyyətdə saxlayırıq detalı yuyan zaman. Yüngülcə sıxılmış fırça qətranı qovmaq şərti ilə, deməli, yuxarıdan aşağıya doğru nə edirik fırça vasitəsilə? Məsəl üçün, bu da fırçamız olsun da. Yuxarıdan aşağıya doğru hərəkət etdirilir. Detalın digər ucu isə iş masasına dirənir. Məsəl üçün, bu da masaya dirənir detalın digər ucu. İş masasına dirənir. Onun altına da salfetka qoyulur. Yəni, bu hissəyə də, bu aşağı hissəyə də nə qoyuldu? Bu şeydirsə, bunun bu aşağı hissəsi masaya dirəşir. Bu altına da hidroskopik, yəni nəmi özünə çəkən salfetka kağızı qoyulur. Deməli, fırça detalın ucuna çatdıqda sürüşüb salfetə düşür və atistonlu qətranlı qarışıq da salfetə hopur. Sonra fırça yenidən atistona batırılır və detal yuyulur. Yəni ki, yuxarıdan aşağı doğru fırça ilə yuyuruq. Altına da deməli, nə qoyuruq? Masaya dirəşdiririk bu detalı. Altına da salfetka qoyuruq ki, o tökülən maddələr salfetkaya tökülsün. Deməli, oduncağın bəzənilməsində lak örtüyü ən sonuncu qatdır. Deməli, ən sonuncu qat nə oldu? Lak örtüyü. Nə etdik? Əvvəlcə qətranladıq, sonra qətranı yuduq, sonra da nə etdik? Lak örtüyünü vurduq. Deməli, qətranlamaya qədər olan işlərdə nə idi? Qətranlamaya qədər olan işlərdəki təmizləmə idi, cilalama idi, ağac xovunun təmizlənməsi idi, rəngləməyə qədər olan iş. Deməli, burada da lak dekorativ qoruyuculuq funksiyasını yerinə yetirir. İndi baxaq. Bax, laklar özləri, bircə dəqiqə səhifəni dəyişək. Bax, laklar özləri də iki cürə olur. Rəngsiz lak olur, bir də olur ton verilmiş lak. Rəngsiz və ton verilmiş lak olur. Rəngsiz laklar təbii oduncağın təbiilik xüsusiyyətlərinin qorunması lazım olan hallarda tətbiq olunur. Yəni ki, rəngsiz lakdan nə edirik? Məsəl üçün, qapıya vururuq, pola vururuq ki, öz təbii quruluşunu, yəni o oduncağın cizgiləri, teksturası görsənsin, amma lak ona qoruyuculuq məqsədi ilə, həm gözəl görünüş vermək məqsədi ilə rəngsiz lakdan istifadə edirik. Təbiilinin qorunmaq üçün. Amma ton verilmiş laklardan məmulata lazımı incə fərq vermək üçün istifadə edilir. Bax, incə fərq vermək üçün nədən istifadə olundu? Ton verilmişdən. Amma təbiilik xüsusiyyətlərini qorumaq üçün rəngsizdən. Bunlar asandır, bunları testdən seçdiniz. Bax, laklar mexaniki zədələnməyə. Bax, mexaniki zədələnməyə. Mexaniki zədələnmə də deyəndə nə nəzərdə tutulur? Cızığa, qopuğa, çatlara, zərbələrə
görə müqavimət göstərir. Məsəl üçün, təbii oduncaq kütləsidir, şuponun rənginə göstərən rütubətə, ultrabənövşəyi şüalara, yəni bütün bunlara laklar nə edir? Müqavimət göstərir. Lak təbəqəsi bütün kələ-kötürlüyü və mikroçatları dolduraraq səthi hamarlayır. Sonda axırıncı mərhələ yuxarıda qeyd etdiyimiz kimi laklanma yerinə yetirilir. Əgər detal məişət üçün nəzərdə tutulubdursa, bax bu hissəyə, bu rəqəmlərə diqqət yetirək bircə dəqiqə. Baxın bu hissəyə baxaq. Bax, burada nə deyir? Deyir ki, əgər detal məişət üçün nəzərdə tutulubsa, səthi yarı tutqun rəng alması üçün, o detalın səthinin yarı tutqun rəng alması üçün 1-2 qat Hu-222 lakı çəkilir. Deməli, məişət üçün nəzərdə tutulmuş detallara tutqunluq vermək üçün səthinə 1-2 qat Hu-222 lakı çəkilir. Bax, xarat məmulatlarının qeyri-şəffaf bəzədilməsinin də son mərhələsi rəngləmədir. Belə bəzəmənin müsbət cəhəti rəngin oduncağı zədələnmədən qorumasıdır. Bax, şəffaf oduncağın bəzənməsində son mərhələ bəzəmədir, amma xarat məmulatlarının qeyri-şəffaf bəzəməsində son mərhələ rəngləmədir. Şəffafda bəzəmə götürcüyük, amma xarat məmulatlarının qeyri-şəffaf deyirsə, bunda rəngləmə götürcüyük. Bax, bunlara da diqqət yetirin. Laklardan fərqli olaraq boyalar əvvəlki qatı tam örtür. Bu isə səthi hamarlamağa, qüsurları gizlətməyə imkan yaradır. Yəni ki, əvvəlcə hansı qat varsa üstündən boya çəkilən zaman o altdakı qat tam örtülür. Düzdürmü? Bu da nəyə imkan yaradır? Hamarlanmağa, qüsurları gizlətməyə taxt üzərində olan imkan yaradır. Lazımi çalarlarda boya seçməklə yaranmış qüsuru, məsəl üçün dərin cızıqları da aradan qaldırmaq olar. O dərin cızıqlar, o boya dolar, rəngə uyğunlaşar, yəni ki, o itər. İndi baxaq görək oxşatma nədir? Baxırıq oxşatmaya. Bax, oxşatma bəzəməsi dedikdə yüksək temperatur və təzyiq altında oduncaq səthinin süni nazik pərdə ilə üzlənməsi nəzərdə tutulur. Oxşatma deməli nə oldu? Yüksək temperatur və təzyiq altında olan oduncağın səthinə süni nazik pərdə çəkirlər. Bu zaman üzlənən səth cızılmaya, çirklənməyə və müxtəlif kimyəvi maddələrin təsirinin altında davamlı sərt təbəqə yaranır. Təsirinə davamlı sərt təbəqə yaranır. Yəni ki, o üzlənir, bir var ki, açıq şey ola, OYP ola, OLL ola. O təbii ki, həm tez cızılar, həm oxalanar, tökülər. Bir də var ki, nazik pərdə çəkilir. Artıq o qoruyucu vasitə rolunu oynayır, o nazik üz. Deməli, oxşatmanın müsbət cəhəti nədir? Sonradan üz örtüyünü lak boya materialı ilə bəzəməyə ehtiyac qalmır. O üz örtüyü həm lak boya effektini də verir orada. Məmulat məsəl üçün cizilmədir, çirklənmədir, müxtəlif kimyəvi maddələrin təsirinə də davamlı olur üz örtüyü olduğu üçün. Üz örtüyü onun çat vermir, öz rəngini, teksturasını uzun müddət qoruyub saxlaya bilir. Deməli, oxşatma bəzəməsindən harda istifadə olunur? Bax, bunları yadda saxlayaq. Oxşatmadan deməli, mebeldə, qapı, radio, televizor və digər məmulatların hazırlanmasında istifadə olunur. Mebel, qapı, radio, televizor. Deməli, bunlardan nədə istifadə olunur? Oxşatma bəzəməsində. İndi baxaq görək məxsusi bəzəmə nədir? Bax, məxsusi bəzəmənin deyir ki, bir neçə üsulu var. Baxaq görək necə üsulları var. Deyir ki, oduncaq səthinin əridilmiş və ya toz şəkilli metallaşdırma, yəni ki, bəzəmə qatı ilə əridilmiş qətranla örtülməsi, oduncaq üzərində dekorativ işləri, məsəl üçün yivaşmadır, naxış salmadır, daşqaşla bəzəmədir, yandırmadır. Yəni, bunların hamısının yerinə yetirilməsi məxsusi bəzəmə adlanır. Deməli, nə oldu? Əridilmiş və toz şəkilli metaldan olan bəzəmədir, qətran örtülməsindən olan bəzəmədir, dekorativ işlərdə istifadə olunur. Məsəl üçün, daşqaşla bəzəmədir, yandırma ilə bəzəmədir, yivaşma ilə bəzəmədir. Bunlar hamısı bir yerdə adlanır məxsusi bəzəmə. Deməli, məxsusi bəzəmə əsasən sistemsiz istehsalda kiçik ölçülü məmulatların
hazırlanmasında tətbiq olunur. Özü də geniş yayılmışdır məxsusi bəzəmə. İndi baxaq təhlükəsizlik qaydalarına. Baxırıq indi bəzəmə zamanı olan təhlükəsizlik qaydalarına. Baxın burada nə deyir? Deyir ki, oduncaq məmulatlarının laklanması və rənglənməsi zamanı nəfəs alarkən zəhərlənmədən qorumaq üçün otağın havası mütəmadi olaraq dəyişməlidir. Sonra qızdırıcı cihazların yaxınlarındakı səthləri rəngləmək və laklamaq və rəngləmək olmaz. Bilirik ki, tez alışan materiallarda rəngli, lakda, ona görə qızdırıcı cihazların yaxınlığında bu işi eləmək olmaz. Sonra respiratordan istifadə eləmək lazımdır. Nəyə görə? Tənəffüs orqanlarımızı qorumaq üçün. Bədənimizin açıq yerlərinə bu rəngin, lakın düşməsinə imkan yaratmamalıyıq. Texniki əlçək geymək lazımdır işləyən zaman. İş qutarandan sonra da əllərimizi sabunla yumalıyıq.